Mükəmməlliyətçilik və yaxud da digər adıyla perfeksionizm. Bir çoxlarına bəlkə də bu termin tanışdır. Mükəmməlliyətçilik düşüncəsində olan şəxslər də ağ və qara düşüncə tərzi yaranmağa başlayır. Onlar edə biləcəkləri, mükəmmələ yaxın edə biləcəkləri işləri çox səbirlə, təmkinlə və bəzən saatlarla davam eləyəcək şəkildə edirlər və ən yaxşısını etməyə çalışırlar. Çünki onlar üçün yaxşı belə azdır. Çünki onlar hər zaman üst düşünürlər və mükəmməliyyəti düşünürlər. Onlar üçün 100% belə bəzən bəs eləmir. Yəni 130, 140, 150, bəlkə də 200% belə hədəfləyirlər. Çünki problemlərdən biri də budur ki, bu şəxslərdə onlar heç bir zaman qane olmurlar. Öz işləri ilə, öz yaratdıqları, etdikləri işlərlə qane olmurlar. Onlar hər zaman baskı altındadır və bu baskını sadəcə özlərinə yaradırlar. Yəni onlar düşünür ki, heç bir zaman tam yaxşı deyirlər, tam olaraq uğurlu deyirlər və bu şəxslərdə özünü qiymətləndirmə, özünə dəyər, özünə sevgi anlayışları çox qıt və zəif olur. Çünki onlar istədikləri səviyyəyə hələ ki gəlib çıxmayıblar və bəlkə də heç bir zaman gəlib çıxmayacaqlar. Və bu şəxslərdə qara düşüncələr də olur. Çünki qara düşüncələr nədir bəs? Qara düşüncələr budur ki, şəxslər düşünür ki, əgər mən bir işi tam və mükəmməl şəkildə edə bilməyəcəmsə, o zaman heç bir zaman etməməliyəm. Və bu şəxslər qarşısında olan problemi, qarşısında olan işi bəzən aylarla, illərlə digər zamanlara yaymağa başlayırlar və yaxud da bu işləri ləğv eləyirlər. Çünki onlar düşünür ki, mən bu işi heç bir zaman tam mənasıyla, tam qaydasında eləyə bilməyəcəm və o zaman etməməliyəm. Bəs bunun yaranma səbəbi nədir? Yaranma səbəbi uşaqlıqda ailə tərəfindən baskı görülməyi və yaxud da özünü dəyərləndirməklə, özünü qiymətləndirməklə bağlı baskının olması, funksionallığa və yaxud da qiymətə önəm verilməyi. Məsələn, uşaq həmişə öyrənib ki, o yalnız 5 qiyməti almalıdır. Yəni 5-dən aşağı qiymət heç bir zaman onu qane edə bilməz. Və yaxud da aşağı qiymət aldığında çox böyük dərəcədə evdə baskılar yaşayır və yaxud da döyülmə halları və digər şeylər özünü göstərib və bu şəxslər sadəcə ən yaxşı ilə qane ola bilərlər. Və yaxud da tam digər fərqli baxış bucağı ilə uşaq həddindən artıq fərqli şəkildə görülüb ailə tərəfindən. Hər zaman onun etdikləri çox fərqli şəkildə göstərilib və dəyər verilib. Ona heç bir zaman sən bunu etməməlisən və yaxud da bu qədər özünü yormamalısan və yaxud da bu qədər fərqli olmamalısan və yəni dəyişik olmamalısan kimi şeylər söylənməyib və o düşünür ki, yalnız mükəmməl olduğum zaman mən seviləcəm, yalnız mükəmməl olduğum zaman mən dəyər görəcəm.